Gəncədə Pərviz Səmədov və Həsən Əliyev küçələrinin kəsişməsində ağır yol nəqliyyat hadisəsi yaşanıb. 19 yaşlı Rəsul Süleymanov idarə etdiyi Toyota Prius markalı minik avtomobili ilə yolu keçmək istəyən 1956-cı il təvəllüdlü Natiq Bağırovu vurub. 69 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb. Onun meyti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin publik hüquqi şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib. Şəhərin Mirzə Abbas Abbaszadə və Adil İskəndərov küçələrinin kəsişməsində isə Opel markalı minik maşını qəza törədib. Nəticədə yolu qarşı tərəfə keçmək istəyən 1986-cı il təvəllüdlü Könül Quliyeva xəsarət alıb. Piyada dərhal Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Zülfüqar Məmmədov adına xəstəxanaya yerləşdirilib. Qadına yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Xəstədə sol biləyin tipik yerdən sınığı diaqnozu qoyulmuşdur və başın döş qəfəsinin küt travması qeydə alındı. Xəstəyə ilk tibbi yardım göstərildi. Kompüter tomoqram üçün Abbas xəstəxanasına xəstə təxliyə edildi. Digər qəza isə şəhərin Azərbaycan bayrağı küçəsində qeydə alınıb. Qaz 3110 markalı mini avtomobili 1976-cı il təvəllüdlü Ruhiyyə Əliyevanı vurub. Qadın dərhal Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhət adına xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti kafi olaraq qiymətləndirilir. Hər bir hadisə ilə bağlı ərazilərə yol polisi əməkdaşları cəlb olunub. Faktlar hüquq mühafizə orqanları tərəfindən araşdırılır.